Dəyərli izləyicilər, bugün Bakıda Odlar Yurdu Universitetindəyik. Burada texnologiyaya marağı olan, gələcəyin alqoritmlərini qurmaq istəyən və süni intellekt sahəsində özünü sınamağa hazır olan şagirdlər toplaşıb. Onları bir araya gətirən isə Azərbaycan Süni İntellekt Olimpiyadasıdır. Bu olimpiyada Qlobal Olimpiya Center tərəfindən Azərbaycan şagirdlərinin texnoloji və analitik düşünmə bacarıqlarının inkişafı üçün təşkil olunur. Məqsəd isə aydındır: gələcəyin süni intellekt mühəndisləri və innovatorları yetişdirmək. Süni intellekt günümüzdə artıq yalnız texnologiya mövzusu deyil. Bu sahə cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvələrdən birinə çevrilib. Süni intellekt sahəsinin aparıcı alimlərindən biri və bu sahənin xaç atası adlandırılan Geoffrey Hinton bu barədə belə deyir: "Biz artıq süni intellekt inqilabını gözləmirik. Biz artıq onun içindəyik." Bu fikir onu göstərir ki, süni intellekt insanlıq tarixində ən böyük texnoloji dəyişikliklərdən birini artıq başlatmışdır. Bugün burada yarışan şagirdlər isə məhz həmin dəyişən dünyanın gələcək yaradıcıları və formalaşdırıcılarıdır. Azərbaycan Süni İntellekt Olimpiyadasının seçim turu ölkəmizin bir neçə şəhərində eyni anda təşkil olunur. Bakıda Odlar Yurdu Universitetində, Sumqayıtda Sumqayıt Dövlət Universitetində, Gəncədə Akademiya kurslarında, Naxçıvanda Naxçıvan Xidmət Səhmdar Cəmiyyətində və Lənkəranda Tədris və Elm mərkəzlərində. Bu mərkəzlərdə yüzlərlə şagird eyni anda süni intellekt və analitik düşünmə bacarıqlarını nümayiş etdirir. İndi isə gəldik Olimpiyadanın izləyicilər üçün ən maraqlı olan hissələrindən birinə. Birazdan Sumqayıta canlı bağlantımız olacaq. Komandamızdan Zəhra hazırda Sumqayıt Dövlət Universitetindədir. Zəhra, orada vəziyyət necədir? Salam, hazırda Sumqayıt Dövlət Universitetindəyik. Burada bildiyiniz kimi Azərbaycan Süni İntellekt Olimpiyadasının seçim turu davam edir və proses tərəfimizdən kifayət qədər nizamlı şəkildə təşkil olunur. Zalda tam sakitlik hökm sürür, şagirdlər sualları diqqətli oxuyur, hər tapşırığı analiz edərək vaxtlarını mümkün qədər düzgün idarə etməyə çalışırlar. İştirakçılarla qısa söhbətlərimizdə onların bir çoxunun artıq süni intellekt texnologiyaları ilə maraqlandığını öyrəndik. Bəziləri bu sahədə əlaqə araşdırmalar aparır, bəziləri isə həqiqətən proqramlaşdırma ilə məşğul olduqlarını bildirirlər. Həmçinin qeyd edə bilərəm ki, Sumqayıt vilayəti ətraf bölgələrdən gələn şagirdlərin də fəal iştirakını müşahidə edirik. Bu isə süni intellekt və texnologiya sahəsinə marağın regionlarda da getdikcə artdığını bizə göstərir. Sumqayıtdan hələlik çatdıracağım əsas məlumatlar bunlardır. Söz yenidən sizdədir Milana. Təşəkkür edirik Zəhra. Sumqayıtda iştirak edən bütün şagirdlərə uğurlar arzulayırıq. İndi isə ölkəmizin qərb bölgəsinə, Gəncə şəhərinə bağlanırıq. Orada da Azərbaycan Süni İntellekt Olimpiyadasının seçim turu davam edir. Komandamızdan Gülyetər hazırda yarışın keçirildiyi məkandadır. Gülyetər, söz sizdədir. Salam Milana. Hazırda Gəncə şəhərinə keçirilən seçim turunun olduğu məkandayım. Burada da Azərbaycan Süni İntellekt Olimpiyadasının imtahan prosesi qaydalara uyğun və nizamlı şəkildə davam edir. Zalda diqqətimizi çəkən əsas məqam şagirdlərin yüksək motivasiyasıdır. Onların enerjisi, eləcə də süni intellekt və texnologiyaya olan marağı açıq şəkildə hiss olunur. Şagirdlərlə apardığımız qısa söhbətlər zamanı bir çox iştirakçı süni intellekt sahəsində gələcək qurmaq istədiyini qeyd ediblər. Bəziləri robot texnologiyalarına maraqlandığını, bəziləri isə artıq proqramlaşdırma və machine learning, yəni maşın öyrənməsi mövzularını araşdırmağa başladığını deyir. Gəncə ilə yanaşı ətraf rayonlardan gələn şagirdlərin də bu olimpiyadada fəal iştirakı müşahidə olunur. Bu da regionlarda texnologiya və süni intellekt sahəsinə marağın getdikcə artdığını göstərir. Burada iştirak edən şagirdlər üçün bu yarış yalnız suallara cavab vermək deyil, eyni zamanda texnologiyanın gələcəyi barədə düşünmək və özlərini bu sahədə sınamaq üçün bir imkandır. Gəncədən çatdıracağım əsas məlumatlar hələlik bunlardır. Sözü sizə ötürürəm Milana.
Bakıda imtahan verən bütün şagirdlərə də uğurlar arzulayıram. Təşəkkür edirik Gülyətər. Biz də Gəncədə imtahan verən şagirdlərə uğurlar arzu edirik. Azərbaycan Süni İntellekt Olimpiadası 2 əsas kateqoriya üzrə keçirilir. Junior Division'da 5-8-ci sinif şagirdləri, Senior Division'da 9-11-ci sinif şagirdləri yarışırlar. Birinci mərhələ milli seçim turudur. Bu mərhələdə şagirdlərin riyazi təfəkkürü, məntiqi düşünmə qabiliyyəti və analitik analiz bacarıqları qiymətləndirilir. Junior kateqoriyasında suallar əsasən sadələşdirilmiş riyaziyyat və məntiq üzərində qurulub. Senior kateqoriyasında isə kombinatorika, ehtimal, analitik modelləşdirmə və daha dərin riyazi təhlil tələb olunur. Məqsəd isə sadədir. Süni intellekt üçün vacib olan riyazi məntiq bazasını müəyyən etmək və onların təməl biliklərini yoxlamaq. Salam, özünü təqdim edə bilərsən? Bəli, adım Ruslan Yusiflidir. Mən 6-cı sinifdə oxuyuram. Hansı AI modellərindən istifadə edirsən? Gemini və ChatGPT. Bu AI modellərindən daha çox hansı məqsədlə istifadə edirsən bəs? Mənə dərslərimi başa salır, şəkillər və video düzəldirəm. Bu olimpiyadaya hazırlaşarkən necə hazırlaşdın? Sənə kim kömək etdi? Valideynlərim və müəllimim. Burdan kiməsə salam göndərmək istəyirsən? Bəli, valideynlərim. Uğurlar sənə. Çox sağ ol. Salam, özünü təqdim edə bilərsən? Bəli, mənim adım Sultan, soyadım isə Nuriyevdir. 313 nömrəli məktəbin 5A sinifində oxuyuram. Hansı AI modellərindən istifadə edirsən və hansı məqsədlə? ChatGPT və ChatGo. Onları başa düşmədiyim dərslər və o iqralarda başa düşmədiyim şeylər üçün istifadə edirəm. Bəs gələcəkdə hansısa süni intellekt sahəsində işləmək istəyərdin? Bəli, Burdan kiməsə salam göndərmək istəyirsən? bəli, anama və müəllimlərimə. Uğurlar sənə. Sağ olun. Salam, özünü təqdim edə bilərsən? Salam, mən Mihin Səfərovayam. 238 nömrəli məktəbdə oxuyuram. Süni intellekt sahəsinə necə maraq göstərməyə başlamısan? Dərslərimdə kömək olmaq üçün onlara maraqlanmışam. Ona görə də bunu bildim, başa maraqlandım. Bəs hansı AI modellərindən istifadə edirsən və hansı məqsədlə? ChatGPT-dən istifadə edirəm. Məqsədim də odur ki, valideynlərim evdə olmayanda dərslərimi özüm etsin və o kömək etsin mənə. Bəs burdan kiməsə salam göndərmək istəyirsən? Valideynlərimə və müəllimələrə. Salam, özünü təqdim edə bilərsən? Salam, mən 3 Səməd Tamorta məktəbi 7 sinif şagirdi Abduzadə Həvva. Süni intellekt sahəsinə necə maraq göstərməyə başlamısan? Məlumat toplamaq üçün və dərslərimdə kömək almaq üçün. Hansı AI modellərindən istifadə edirsən və hansı məqsədlə? Daha çox Gemini-dən və ChatGPT-dən istifadə edirəm. Məqsədim dərslərdə məlumatları oradan istifadə edərək alıram, həm də daha çox bilik əldə etmək üçün. Burdan kiməsə salam göndərmək istəyirsən? Valideynlərimə, anama salam vermək istəyirəm. Salam, özünü təqdim edə bilərsən? Bəli, mən Gənc İstedadlar Liseyinin 5C şagirdi Nəzakət Bayramova. Süni intellekt sahəsinə necə maraq göstərməyə başlamısan? Süni intellekt sahəsinə bir gün elə Google-da gəzərkən süni intellekti görmüşəm və ondan istifadəyə başlamışam. Bəs gələcəkdə bu sahədə işləmək istəyərdin? Bu haqqda hələ qərar verməmişəm, lakin bu haqqda düşünməyə başlayacağam. Bəs hansı AI modellərindən istifadə edirsən və hansı məqsədlə? Gemini və ChatGPT-dən istifadə edirəm. Bunu dərslərimdə mənə köməyi olur, məsələn, araşdırmalarda. Burdan kiməsə salam göndərmək istəyirsən? Bəli, valideynlərimə və müəllimlərimə salam və təşəkkür etmək istəyirəm. Salam, özünü təqdim edə bilərsən? Mən Cabbarlı Cavidan 6-cı sinif Texniki Humanitar Liseyində oxuyuram. Süni intellekt sahəsinə necə maraq göstərməyə başlamısan? ChatGPT, Gemini və Google-dan istifadə edirəm. Gələcəkdə bəs bu sahədə işləmək istəyərsən? İşləyərəm. Bu saydığın AI modellərindən hansı məqsədlə istifadə edirsən? Dərs oxumaq üçün bir də arada bir boş olanda suallar verirəm. Burdan kiməsə salam göndərmək istəyirsən? Valideynlərimlə, müəllimlərimə. Salam, özünü təqdim edə bilərsən? Bəli, mən Mir Yusif Seyidov 70 nömrəli məktəbin 5A sinifində oxuyuram. Süni intellekt sahəsinə necə maraq göstərməyə başlamısan? Mən evdə tək qalanda falan olanda tapşırıqlarımı edirəm.
hansı AI modellərindən istifadə edirsən bəs? ChatGPT və Gemini. Gələcəkdə bu sahədə işləmək istəyərdin? Bəli, istəyirəm. Buradan kiməsə salam göndərmək istəyirsən bəs? Müəllimə və anama. IOAI beynəlxalq imtahanı 3 əsas komponentdən ibarətdir. Birinci hissə nəzəri test hissəsidir. Belə ki, şagirdlər burada süni intellekt anlayışları, riyazi məntiq və machine learning əsasları yoxlanılır. İkinci hissə praktiki tapşırıq. Şagirdlər dataset üzərində AI modeli qurur və nəticələri analiz edirlər. Üçüncü hissə isə yaradıcı və etik problem həllidir. Burada iştirakçılar texnologiyanın etik və məsuliyyətli istifadəsi və real problemlərin həlli ilə bağlı ideyalarını təqdim edirlər. Beləliklə, Azərbaycan Süni İntellekt Olimpiadasının seçim turu artıq başa çatır. Bu gün burada iştirak edən hər bir şagird gələcəyin texnologiya dünyasına doğru mühüm bir addım atmış oldu. Yekun nəticələr yaxın günlərdə Qoq.edu.az saytında və rəsmi sosial media hesablarında paylaşılacaq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, salamat qalın. Növbəti olimpiadalarda görüşənədək.